Salam 9-cu sinif 13 aprel buraxılış imtahanında olan sualların izahına baxırıq. Deməli 57-ci sualda düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Bildiyimiz kimi düzbucaqlının sahəsi S bərabərdir A vurulsun B'dir. Uzunluğunu 40% dedikdə A uzunluq, B n olsun. 40% azaltsaq olar 0,6A. Enini 20% azaltsaq olar 0,8B. Sahəsini tapsaq S bərabərdir olacaq. Deməli 0,48 AB. Əvvəlcə AB idi, indi 48 AB oldu. Deməli, nə qədər azalmış oldu? AB-yə yəni 100% uyğundursa, 48 AB-də olur 48%. Deməli 52% azalmış oldu. Doğru cavabımız burada olur A variantı. Baxaq 58-ci sual. 58-ci sualda kubun tilini 2 dəfə azaltdıqda həzmi neçə dəfə dəyişir? Kubun həzmi V bərabərdir A kubudur. Deməli, A bərabərdir olsun 2. A bərabərdir 2 olduqda V bərabərdir olur 8. 2 dəfə azaltsaq olur A bərabərdir 1. Yəni burada olur V bərabərdir 1-in kubu 1. Deməli, neçə dəfə azalmış olar? Həzmi neçə dəfə azalmış oldu? 8 dəfə. Doğru cavabımız olar A variantı. 59-cu suala baxaq. Deməli, AOB açıq bucağında bura 90 dərəcə perpendikulyarca, DOC 25 dərəcə. Bura 25 isə məlum məsələ. Bura 90 olduğuna görə çıxsaq 65 dərəcə qalmış olar. Bucaq AOD-ni soruşur 65 dərəcə. Yəni doğru cavabımız C variantı. 60-cı sualda ixtisardan söhbət gedir. Deməli, ixtisardan söhbət gedirsə, sürətdə m kvadratı ilə m-ni bir qruplaşdırsaq, m-i mötərizə xaricine çıxarsaq, m çıxılsın n olar. Çıxılsın 5-i mötərizə xaricine çıxarsaq, 5m-lə 5n-lə m çıxılsın n də orada olar. Məxrəcdə isə 5 çıxılsın m, 5 plus m da bərabərdir. Sürətdən mn-ləri mötərizə xaricinə çıxarırıq. M çıxılsın n-i daha doğrusu. Qalır m çıxılsın 5. Məxrəcdə isə 5 çıxılsın m vurulsun 5 plus m. 5 çıxılsın m-lə m çıxılsın 5-i ixtisar eləsək, sürəti sadəcə mənfiyə vurmalıyıq. Yəni alınır n çıxılsın m bölünsün 5 plus m. N çıxılsın m. Baxaq görək, burada biz harada yanlışa yol verdik. Deməli, yenidən yazsaq, birinci ilə üçüncüdən m-i mötərizə xaricinə çıxarsaq, m çıxılsın n olur. 5-i çıxarsaq, aha burada. N çıxılsın m olur. N çıxılsın m olur. Məxrəcdə isə 5 çıxılsın m, 5 plus m. Bu da bərabərdir. Deməli, surətdə yerini dəyişsək, olur m vurulsun, m çıxılsın n plus 5 vurulsun, m çıxılsın n. Yəni mənfiyə vurmuş olduq. Məxrəcdə də 5 çıxılsın m vurulsun 5 plus m. Deməli, m çıxılsın n-i yenidən mötərizə xaricinə çıxarırıq. Qalır m plus 5. Məxrəcdə də 5 çıxılsın m vurulsun 5 plus m. 5 plus m ilə bunlar ixtisar gedər. Cavabımız oldu m çıxılsın n bölünsün 5 çıxılsın m. Doğru cavabımız olur B variantı. Yəni birincidə bir balaca mənfi müsbətə görə işarə səhv elədik. Bu tənliyi həll etsək, hər tərəfi 3-ə ixtisar eləsək alırıq. X çıxılsın 2 bərabərdir 2-yə, x bərabərdir 4. Doğru cavabımız olur C variantı. 62-ci sualda sistem tənliyi həll edin. Toplama yolundan 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə bizdən x-i soruşur. Çox sadə sual, B variantı. 63-cü sualda hansı nöqtə funksiyasının qrafiki üzərindədir? Deməli, x-in yerinə 6 yazsaq, 6 yazsaq olur mənfi 12 ödəmir. 4 yazsaq ödəmir. Deməli, burada bir tək olacaq. D variantı. Mənfi 5 yazsaq eləyir 10. Üzərinə də 6 gəlsək 16. Doğru cavabımız burada olur
D variantı. Əkob 18-36, əbob 10-11 cəmini hesablayın. 18-36 bir-birinə bölündüyünə görə əkob olur 36. Əbob isə ardıcıl ədədlər olduğuna görə 1-dir. Bunların cəmi olur 37. Doğru cavabımız Y variantı. Deməli, 65-ci sualda tənasüblə 15 vurulsun x bərabərdir 21 vurulsun 5. 5'ə ixtisar eləsək 3x bərabərdir 21, x bərabərdir 7. Doğru cavabımız oldu C variantı. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalı 10 natural ədəddən sadələr hansıdır? 1 sadə deyil. 2, 3, 5, 7, 4. 10'da 4. Bu da bərabər ixtisar eləsək 5'də 2. Doğru cavabımız Y variantı. 67-ci sual oxşar sualdır. Mərkəzi O nöqtəsində olan çevrədən ABO. Bucaq ABO. Bura deməli 22 dərəcə. ACO. Bura 28 dərəcə. Bunların uzantısını çəksək, bu qövs onların deməli 44 ilə, bura olar 56, bura olar 44. Bunların cəmi oldu 90-100 dərəcə. Bura 100 dərəcədir. BAC-ni soruşur. BAC bu qövsün yarısına bərabərdir. Deməli, bura olar 50 dərəcə. 50 dərəcə. 67A. 68-ci sual. Tərəfi 12 cm olan kvadratın perimetri 4A-dır. Bərabərdir 48 eləyər. Doğru cavabımız D variantı. 69-cu sualda deməli bizdən nə istəyir? İfadəsinin qiymətini tapın. Perimetri nə idi? Deməli, burada 56 ilə 14'ü 14'ə ixtisar eləsək, burada alarıq 4. 4'ü 15'ə vursaq, mənfi 60. Məxrəcdə isə 20 çıxılsın 50, mənfi 30 eləyər. Cavabımız 2. Doğru cavabımız olar Y variantı. Deməli, 70-ci sualda x plus y-i mötərizə xaricinə çıxarsaq, C çıxılsın D olar. C çıxılsın D, x plus y, C çıxılsın D, x plus y, C çıxılsın D cavabı hansındadır? A variantında. 71-ci sual. 71-ci sualda burada deməli A-da 1, 2, 4, 5, 6'dır. B-də 0, 1, C-də. A ilə B-nin kəsişməsi olar deməli 1, 2, 5. Bundan çıxılsın C. C-ni çıxsaq, 1'i çıxsaq 2, 5. Doğru cavabımız olar B variantı. 71. 72-ci sualda isə deməli 10A üzərinə gəlsin B, üzərinə gəlsin 10B, üzərinə gəlsin A bərabərdir 88, A çıxılsın B. Bunu niyə bu formada saxladım? Yəni ixtisara görə 11A üzərinə gəlsin 11B bərabərdir 88 vurulsun A çıxılsın B-yə. 11'ə ixtisar eləsək A plus B bərabərdir olur 8A çıxılsın 8B-yə. Deməli, A-ları bir tərəfə keçirsək 7A bərabərdir deməli 9B-yə. Buradan A bərabərdir 7-yə, B bərabərdir nəyə? 9-a. Bizdən nəyi soruşur? AB ədədini tapın 79. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə nöqtəsində olan kvadratın sahəsi. Deməli, biri 8, x-in 8, bir də mənfi 8. Yəni 4-cü rüb. Burada B nöqtəsi. Biri koordinat başlanğıcında, digəri isə nöqtənin kvadratın sahəsi. Deməli, 8, 8, 64 santimetrin kvadratı olacaq 73'də doğru cavabımız. Burada 79, burada 64. 74-cü sualda. 74-cü sualda deməli, mötərizəni ən yaxşı halda vurub açsaq, burada 2'lər ixtisar gedər. 2 tam %85'in kvadratı üzərinə gəlsin, 7,5'in kvadratı üzərinə gəlsin. 2 vurulsun, 2 tam %85 vurulsun, 7 tam %15. Bu da bərabərdir müxtəsər vurma düsturudur. Yəni 2 tam %85 üzərinə gəlsin 7,5'in kvadratı. Bu da bərabər toplasaq deməli alarıq 9, 10. Onun kvadratı da 100.
Doğru cavabımız olur 100. Daha sonra baxaq 75-ci sual. X, Y, Z natural ədədləri üçün X, Y hasili bərabərdir 6-ya. Buradan deməli X vurulsun Y bərabərdir 6. Y vurulsun Z bərabərdir 18. Y bərabərdir 6. X bərabərdir 1. Deməli Z bərabərdir 3. Z bərabərdir 3. Cəminin ən kiçik qiymətini soruşur bizdən. Cəminin ən kiçik qiyməti 10 olacaq. Və yaxud da ki, X bərabərdir 2, Y bərabərdir 3 olarsa, Y-in 3 qiymətində olacaq Z bərabərdir 6. Və bir də ola bilər X bərabərdir 3, Y bərabərdir 2. Y-in 2 qiymətində Z bərabərdir 9 qiymət alacaq, böyük olacaq. Bu 3 hal mümkündür. Bu 3 halın da burada 11, burada 14, birində 10. Ən kiçik qiyməti 10 oldu. Doğru cavabımız 10. 76-ca bərabər tərəfli LM-in üstbucağının sahəsi bərabər tərəfli LMN üstbucağının sahəsi bərabər tərəfli ABC üstbucağının sahəsindən 16 dəfə böyükdür. Bu da oldu ABC üstbucağının sahəsindən 16 dəfə böyükdür. Deməli, perimetr ABC 9 olarsa, ABC 9 ise bura 3, burada 3, burada 3 olur. Element üstbucağının tərəfini tapın. Deməli, 16 dəfə böyükdürsə, buranı 16K götürsək, buranı K götürsək, sahəyə görə, perimetri 9-dursa, deməli, bərabər tərəfli üstbucağının sahəsi S bərabərdir. Kökdə 3, A kvadratı bölünsün 4. Ona görə, düstura görə biz bu ABC-nin sahəsini tapa bilərik. S bərabərdir 4-də kökdə 3 vurulsun 3-ün kvadratını çevirir 9. Deməli, elementin də sahəsi 16 dəfə böyükdür. Yəni, bunun sahəsindən 16 dəfə böyük vursaq 16-ya, deməli, burada bir balaca qarışıq oldu. O zaman S2-nin deyək, S1. S2-nin sahəsi olacaq, 4-ə vursaq, 16-ya vursaq, 16 dəfə çünki deyir, böyükdür. Deməli, olacaq 4. 36 kökdə 3. 36 kökdə 3. 36 kökdə 3. 36 kökdə 3-ü yerinə yazsaq, tərəfini tapmaq üçün 36 kökdə 3 bərabərdir 4-də kökdə 3 A kvadratına. Buradan kökdə 3-lər ixtisar gedər. A kvadratı bərabərdir 36 vurulsun 4-ə. A bərabərdir 6, 12. 12. Deməli, elementin üçbucağının tərəfini soruşurdu. 12 olmuş oldu. Doğru cavabımız 12. Bir də baxaq 78-ci suala. Açıq tipli sualların izahını ayrı videoda verəcəyik. Deməli, X bərabərdir 5 çıxılsın 2 kökdə 6. Y bərabərdir 5 plus 2 kökdə 6 olduqda bunların hasili 5 çıxılsın 2 kökdə 6 vurulsun 5 plus 2 kökdə 6. Bu da bərabərdir. Deməli, eləyir 25 çıxılsın 24 bərabərdir 1-ə. Cəmi isə, deməli, surətimiz elədi 1. Məxrəc isə cəmi, yəni 5 çıxılsın 2 kökdə 6 üzərinə gəlsin 5 plus 2 kökdə 6. Da bərabər. 2 kökdə 6-lar islah olunar, qalar 10. Məxrəc 10, surət 1. Cavabımız 0,1. Bu formada. Deməli, bu da 77-ci sualın izahı. Digər 4 sualın izahını ayrıca verəcəyik. Sağ olun, uğurlar.